bilsinlər ki, Azərbaycanda katada inkişaf edir. İdmançı özündən güclü kimisə saydısa uduzacaq. Qalibiyyət hissi ümumiyyətlə elə bir hissdir ki, həqiqətən də başqa sözlə onu izah eləmək olmur. ...1999-cu ildə yanvarın 24-ü Moskvada anadan olmuşam. 9 il orada yaşayıb Bakıya köçmüşəm. Ailədə 2 uşağıq, mənlə bacım. Atam karate ilə məşğul olub uşaqlıqda. Mənə də öyrədirdi. 3 yaşımdan şpaqat açıram, mənə təpi, zərbə vurmaları öyrədirdi. Sonra da 1-ci sinifdə oxuyanda, sentyabr ayıydı, bir dənə müəllim girdi içəri, dedi ki, karate seksiyasına uşaqlar yığırıq. Mən də nömrəsini götürdüm, getdim atamın yanına, dedim ki, mən karateyə getmək istəyirəm. Bütün uşaqlar kimi başladım, öyrənirdim yavaş-yavaş. Sonra Bakıya köçəndə gəldim öz şəxsi müəllimin yanına, Vüqar Kərimovun yanına. Orada məşq edirdim, həm komitə, həm kata. İkisini də məşq edirdim. Təxminən 11 yaşım olanda Vüqar müəllim dedi ki, sənin kataya talantın var. Get yığma komanda məşqçinin yanına, orada öyrən, amma komitəni dağıtma. Bir yerdə hələ ki məşq elə, gör hara çox meyillisən. Roma mənim yanıma gələndə onun 8 yaşı olardı, 7-8 yaşlarındaydı. Baxdım ki, yox, uşaq doğrudan da həqiqətən də çox qabiliyyətli, çox bacarıqlı uşaq oxşuyur. Roma ilk vaxtlar həm kata, həm komitə yarışlarında iştirak edirdi. Bir müddətə qədər mənə seçim eləmək biraz çətin idi. Çünki hər ikisi yaxşı alınırdı onda. Ona görə hələ fikirləşirdim seçimimlə bağlı. Haradasa 10-11 yaşlarına çatdı. Baxdım ki, yox, artıq bunda kataya olan bacarıq, qabiliyyət daha çoxdur. Ona görə mən fikirləşdim ki, qərara gəldim ki, bunu sırf komitədən ayırıb ancaq kata məşqlərində saxlamaq. Haradasa 12 yaşına qədər məşğul olduq, çalışdıq, yarışlara apardım, sınadım, yavaş-yavaş yəni onda alınmağa başladı. Sonra biz atası ilə məsləhətləşdik, fikirləşdik ki, bunu daha peşəkar səviyyədə hazırlaşdırmaq lazımdır. Biz müraciət elədik Vahid Ayvazova. Vahid Ayvazov o zamanlar yığma komandada baş məşqçi vəzifəsində çalışırdı kata üzrə. Vahid müəllim gəldi, baxdı, xoşuna gəldi və onu qəbul elədi. 11 yaşımda Vahid müəllimin yanında, Vahid Ayvazov müəllimin yanında məşq elədim. 13 yaşımda komitə ilə qutardım, təmiz keçdim kataya. Kata çox çətindir, çünki mən komitə kata işləyəndə çox vaxt katadan uzub komitədə yer tuturdum. Amma müəllim həmişə deyirdi ki, sənin kataya talantın çoxdur. Kata işlə. Karate kata ilə başlayıb. Komitə olmayıb o vaxtı karate yarananda. Komitə katanın açıqlamasıdır. Üç K var da, Kihon, kata, komitə. Kihon plus kata plus komitə bərabərdir karate. Yəni bu fundamental hissələrdir. Məsələn, onu bir-birinə ayırmaq olmaz. Məsələn, bizim dünya parlaq olduğumuz Rafael, dünyanın məşhur 5 dəfə dünya çempionu Ayxan, o birisi idmançılar da onlar da katadan başlar. Yəni ənənəmə katadan başlar, Kihondan başlamışlar. Kihon əlbəttə ki, vacibdir həm komitə üçün, həm kata üçün. Sadəcə bu idmanda bölüblər kata komitəyə. Kimdə nə yaxşı alınır, o sayədə də çalışıb işləyir. Karate ümumiyyətlə disiplina və səbr tələb eləyir. Ona görə karateyə kim gəlibsə, onlar çox belə nəinki tərbiyəli, hər tərəfli özünü yaxşı insan kimi göstərirlər. On 14 yaşımacan düzün danışa çox adamı uduzmuşam. Respublika çempionatlarında, balaca turnirlərdə hamısında çoxsunda uduzurdum mən. Ata, müəllim hamı həvəsləndirib mənə işlədirdilər. 1-2 dəfə karateni atmaq istəyirdim hətta, amma qoymadılar. Dedilər, yox, həvəsli məşqələ hər şey alınacaq. Uğursuzluqların səbəbi sırf psixoloji faktorları idi. İlk zamanlar aydındır ki, yəni böyük səviyyəli yarışlara çıxan idmançı hər zaman həyəcan keçirdir, hər zaman onun üçün çətin olur. 15 yaşım olanda mənə göndərdilər Dünya Kubokuna, Xorvatiyaya. Orada çox
qəşəng hazırlaşmışdım. İstəyirdim axır ki bu medalı əldə edeyim və orada çempion oldum, birinci yer tutdum. Ondan sonra özünə inamı artdı Romanın. Demək olar ki, Roma tam dəyişildi. Mən hər zaman ona söyləyirdim ki, Roma biraz səbirli olmaq lazımdır. Yəni böyük idman, əlal xüsusda kata çox çətin bir yoldur. Katada nəticə vermək üçün idmançı tam hazır vəziyyətdə olmalıdır. İstəyir psixoloji, istəyir fiziki, istəyir texniki. Ondan sonra 1-ci Avropa çempionatı 2016-cı ildə Montpellierdə keçirildi, Fransada. Orada böyüklər arasında 3-cü oldum, bronz medal qazandım. Və 2017-də medalımı saxladım, Türkiyədə bronz medal yenə də əldə etdim. Bir il əvvəl avqust ayında biz başlamışdıq məşqlərə. Avqust ayından başladı bizim beynəlxalq turnirlər. Onlar bizə optik qazandırırdı və İslam oyunlarına əsas məqsəd İslam oyunları deyə ona hazırlaşırdıq. Avqustdan bəri hər gün məşqlər, yarışlara göndərildik. Orada pis, yaxşı nəticələr oldu. Özümüz üçün səhvləri düzəldib məşqlərdə sonra daha yaxşı nəticə verdik. Bu yarış üçün həqiqətən də müəllimlər inanırdılar ki, mən bu medalı əldə edəcəm. Çok uzat. Okay. Bir 10 gün, bir həftə qalmış İslam oyunlarına biz qayıtdıq. Romanın 2-ci Avropa çempionatından birlər arasında orada da bronz medal götürdük. Yəni bu biz təsdiq elədik ki, özümüzə biz Azərbaycanda birinci yer götürə biləcəyik. İdmançı özündən güclü kimisə saydısa uduzacaq o döyüşü. Ona görə mən özümlə bir saydığım var idi, amma özümdən üstün yox. Ona görə də qalib gəlmişəm. İkinci döyüşümdən final ən çətin döyüşlər onlar idi. İkincidə İranlı idi. Gənclərin 2 dəfə dünya üçüncüsü. Çox tanınmış bir idmançıdır həqiqətən də. Məndən də 5 yaş böyük idi. Onunla çıxış elədim. Onu 3-2 hesabla məğlub etdim. Və finalda da Avropa oyunlarının üçüncüsü, dünya Avropa medalisti Türk idmançısı ilə çıxış eləmişdim. Ən çətin döyüşüm o idi. Orada da özümü yığdım, final idi. Öz azərkeşlərimizin yanında, Azərbaycanda yığdım özümü, böyük bir nastroyla çıxış elədim və onu da 3-2 hesabı ilə məğlub etdim. Final döyüşü biraz ağır oldu. Nə üçün ağır oldu? Çünki rəqib çox güclü rəqibdir. Əlbəttə ki, o da hiss edir ki, bütün zal Romaya əl çalacaqdı. Yəni Azərbaycanda da bu. Bütün zal deyəndə orada bütün ölkələrdən var, İslam ölkələri idmançı. Türkiyədə sastavı çox böyük idi. Ancaq ki, psixoloji tərəfdən Roma daha güclü oldu. Qalibiyyət hissi ümumiyyətlə elə bir hissdir ki, həqiqətən də başqa sözlə onu izah eləmək olmur. O gəlir özün hiss edib yaşayasın. Bizim əməyimiz birinci yerə gətirdi, bizim ümumi əməyimiz. Başqa ölkədə çıxış eləyəndə düzdür, öz vətənin adıdır, Azərbaycanın adıdır. Amma vətəndə olanda yarış daha məsuliyyətdir, uduzmaqdan daha çox qorxursan. Amma bilirsən ki, utsan daha çox fəxridir sənin üçün, çünki vətəndə qalır o medal. Bu qalibiyyətdən sonra, kürsüyə çıxandan sonra, medal asılandan sonra adamda həqiqətən də minnətdarlıq hissi yaranır. Bu təkcə mənim qələbəm deyil, ümumi federasiya, mənim üstümdə olan müəllimlərin əziyyətidir, rəhbərliyin əziyyətidir. Yarışların təşkilatı, yarışların ümumiyyətlə keçirilməsi o dərəcədə gözəl təşkil olunmuşdu ki, hər bir idmançı orada, yəni Azərbaycan idmançısı, hər bir Azərbaycan vətəndaşı orada özünü yaxşı tərəfdən göstərmək istəyirdi. Hər bir idmançı üçün ən böyük bir nəticə olimpiya medalıdır.
Biz də axır ki 2020-ci ildə Olimpiya oyunlarına düşmüşük və ora çox güman ki məşq eləyib, çalışıb, lisenziya alıb orada iştirak etmək istəyirəm. Bunun nailiyyətləri var. Nailiyyətləri var, hələ gəncdir. Yəni dayanmaq olmaz. Artıq dünyada özünü tanıtdırıb, Avropada hamı bunu tanır, bizi də onu da tanıyır. Ona görə də bu saat aksent Romadadır. Yəni bu Roma çıxar, inşallah çıxar Olimpiya oyunlarına. Hər zaman çətin olub Olimpiyada. Biz hər zaman bunları izləmişik. Romanın da Olimpiyadada çox güclü rəqibləri var. İspaniyadan, ələlxüsus Yaponiyadan çox güclü ustalar var. Hansı ki, onlar hər biri o qızıl medal uğrunda mübarizə aparacaqlar. Mən inanıram ki, Roma ən aşağısı Olimpiyadada medalsız, yəni vətənə qayıtmaz inşallah, medal götürər. Yəni bu bizim ən böyük istəyimizdir, ümidimizdir. Çalışacağam ki, həmişə katadan medal olsun, işləyəcəm. Bundan da çox nəticələr əldə etmək istəyirəm ki, fəxr eləsinlər, bilsinlər ki, Azərbaycanda katada inkişaf edir. Hələ gəncəm, karyeram çox güman ki, 35 yaşda İnşallah qismət olsun, travma olmasın, 35 yaşacan davam eləyəcəm karyeramı. Məndən sonra da gələnlər, onlara köməkli eləyərəm, özüm də müəllimlər başın üstündə dayanarlar. İstəyirəm ki, mən təkcə olmayım, məndən sonra da katada nəticə olsun.